Mənim cibimdə 90 manat pul var, ortağımın heç pulu yoxdur, nə mağazin var. İndi biz, nə qədər sənin bacarığın orada olsun, maliyyə olmasa mümkün deyil, nədənsə sən başlamalısan. Oturduq fikirləşdik, biz neyə bilərik? 90 manat pul heç nəyə yaramır da, indiki dövrdə. Başladıq zəng vurmağa. Blogerlərdən bu yaxınlarda həftə qəza keçirdən bloger, adını Niko Sayağı, sağ olsun ondan yığdıq, təmənnasız. Başqa insanlara yığdıq təmənnasız, çəkiliş edən insanlara yığdıq təmənnasız, bizlə indiyənə kimi çalışan Əligil, o bizim video roliklərimizdə çəkilən insanlar onları tanıyır, sevir, Əli, Sərxan, Tofiq. Sərxan gözü görmür deyəsən. Ay Sərxan, bir dənə bax gəl, nə yazırlar burada? Bir dənə gəl. Abi, nə oldu? Onlara belə yığdıq. Onlar bizə nəinki təmənnasız. Yəni, elə bil ki, öz işləri idi, o cürü bizim üçün başladılar çalışmağa, bizlə başladılar çalışmağa. Yaxşı yadıma düşdü. Mən sənə dedim, bu yolları yazırım, Əli məndən inciyə bilər. Mənim bu dəqiqəki uğurumun, yəni sosial tərəfindən 90% həmin Əlidir. O videolarda gördüyün oğlar. Bunlar da başladılar təmənnasız iş görməyə. Sonra köhnə təchizatçılarımız. Onlar da müddətlə yenə müddət verdilər, bizə borc verdilər. Və bir aydan sonra gördük ki, biz ölkənin yarısına kostyumu biz satırıq. Doğrudan da bu belədir. Ona görə yaxşılıq etmək mütləqdir. Bilə bilməzsiniz, sabahsı günü kimin, harda, necə, kimə, harda, necə ehtiyacınız ola bilər. Yaxşılıq mütləqdir.